Amma 17-ci əsrin əvvəllərində bu mübahisələrin nəticəsində 2 dənə cərəyan yarandı. Qədəri cərəyanı ilə Cəbəri cərəyanı. Qədəri cərəyanının nəzəriyyəsinə görə Allah insanı yaratmış, bir proqram şəklində onu qurmuş və o proqram şəklində insan yaşayır və vəfat edir. Amma Cəbəri cərəyanı onu inkar elədi. Cəbəri cərəyanına görə Allah insanı yaratmış, insana ömür təyin eləmişdir. İnsana ömür verir. Ömrü yaşamaq ixtiyarını insanın özünə verir. İnsan dünya həyatında öz iradəsində azaddır. İnsan nə iş görsə o azaddır. Hərama da əl uzada bilər, helala da əl uzada bilər. Hərama əl uzatsa Allah kəssin əli, bu yoxdur dünyada. Nəyə görə? Çün insan öz iradəsində azaddır. Sən namaz qıl, Allahu Ekber də deyə bilərsən, Allaha söyüş verə bilərsən. Bu sənin özündən asılıdır. Allaha söyüş versən, Allah dili lal eləməz. Nəyə görə? İnsan dünyada öz iradəsində azaddır. Ondan ötürü məhkəmə var. Nə zaman? Qiyamətin günündə. İnsan azaddır ki, qiyamətin günündə öz əməllərinə cavab versin. Elədir, elə deyil. Elə deyil. Növbəti sualımıza baxaq.